Tarot kartları 2026-cı ilin transformasiya və strateji qərarlar dövrü olacağını vəd edir. Astrobürc TV bildirir ki, tarot kartlarını oxuyan astroloq Kerry King hər bir bürc üçün proqnoz tərtib edib. 25 illik təcrübəsi olan astroloq Kerry King bütün bürclər üçün tarot falı hazırlayıb. O, karyera, sevgi, maliyyə və şəxsi inkişaf baxımından hər bir bürc üçün əhval-ruhiyyəni və əsas mövzunu müəyyən edəcək əsas güc kartlarını müəyyən edib. Qoç üçün bu il peşəkar tanınma ilə əlamətdar olacaq. İllərlə davam edən iş nəhayət nüfuza və yeni təkliflərə çevriləcək. Bu bürcün nümayəndələrinə fəal şəkildə şəbəkələşmək və ideyalarını inamla təqdim etmək tövsiyə olunur. Şir 2026-cı ildə şirlər tokem kartı olan gücün təsirini hiss edəcəklər. Bu, öz maraqlarını birinci yerə qoymaq üçün bir zamandır. Potensial çətinliklərə baxmayaraq, şirlər öz qabiliyyətlərinə inamlarını gücləndirərək hər hansı bir maneəni dəf edə biləcəklər. Oxatanların dərin introspeksiya dövrü yaşayacağı proqnozlaşdırılır. Baş şahin kartı onları intuisiyalarına etibar etməyə və hərəkətə deyil, düşüncəyə daha çox vaxt ayırmağa təşviq edir. İl psixologiya və ya mənəvi təcrübələri öyrənmək üçün əlverişli olacaq. Buğa üçün imperator kartı tam muxtariyyətə keçid vəd edir. Proqnoza görə, onlar sadəcə icraçı olmaqdan əl çəkəcək və təbii liderlik keyfiyyətlərini nümayiş etdirərək sükanı ələ keçirəcəklər. Qızlar ili geniş miqyaslı transformasiyanı simvolizə edən ölüm kartının təsiri altında yaşayacaqlar. Bu, köhnə dövrlərə son qoymaq və şəxsiyyəti yenidən başlatmaq üçün bir zamandır. Mütəxəssislər qeyd edirlər ki, bu yenilənmə həm karyeraya, həm də yaşayış yerinə təsir edə bilər. Oğlaqlar üçün 2026-cı il bütöv bir 10 illik üçün təməl qoyma ili olacaq. Qılınclar kralı kartı onları rasional və praqmatik olmağa təşviq edir. Əsas məsləhət dərhal qazanc deyil, gələcəyə düşünməkdir. Əkizlərin maliyyə rifahı ili olacağı proqnozlaşdırılır. Sikkələr kralı kartı öz bizneslərinə başlamaq və ya uğurlu investisiyalar qoymaq imkanlarını göstərir. Əkizlər istedadlarını tam şəkildə nümayiş etdirməyə cəsarət etdikdə uğur gələcək. Tərəzilər üfüqlərini genişləndirmək çağrışını hiss edəcəklər. Çubuqların dördlüyü kartı növbəti səviyyəyə keçməyə hazır olduqlarını göstərir. İstər işdə yüksəliş, istərsə də mühit dəyişikliyi olsun. Bu il özünü dərk üçün ideal bir platforma olacaq. Dolça üçün 2026-cı il yeni ideyalar və ya vacib şəxsi hadisələr üçün doğuş dövrü olacaq. Kubokların tuz kartı yüksək enerji, yeni dostların ortaya çıxması və ya romantik öhdəliklər vəd edir. Əsas olan müsbət baxış bucağını qorumaq və istədiyiniz şeyə diqqət yetirməkdir. Xərçənglərə qərar vermə bacarıqlarına diqqət yetirmələri tövsiyə olunur. Qılınc ikisi sizə xatırladır ki, taleyiniz müəyyən bir seçimdən asılıdır. Durğunluğun qarşısını almaq üçün xərçənglərə hər 2 ayda bir aydın bir dilemma ortaya qoymağı və müstəqil şəkildə həll etmələri tövsiyə olunur. Əqrəblər, sosiallaşma əqrəblər üçün uğurun açarı olacaq. 8 çubuq əlaqələrin vacibliyini vurğulayır. Əlaqələr şəbəkəsi yaratmaq və yaxınlarınızı dəstəkləmək əqrəblərə hər hansı bir çətinliyin öhdəsindən gəlməyə yardımcı olacaq. Balıqlar nəhayət xroniki narahatlığı aradan qaldıra biləcəklər. 2026-cı il kontekstində qılınc 9-u açıq söhbətlərlə qorxulardan qurtuluşu ifadə edir.